Xannene hayanda kaldım. Böyle başıma dolanma. Necə mən səni itirdim, da sənin tayın tapılmaz. Sən ölən gün əmmə gəldin, məni götdü ayrı kəndə. Mən uşaq nə anlayaydım. Başımı qatıb uşaqlar, neçə gün mən orada qaldım. Qayıdıb gələndə baxdım, yerimi yığışdırıblar. Nə özün və nə yerin var. Hanı xannənəm soruşdum. Dedilər ki, xannənənim aparıbla Kərbəlaya ki, şəfasını oradan alsın. Səfəri uzun səfərdir. 1-2 il çəkər gəlincə. Necə ağlaram yanıqlı. Neçə gün elə çığırdım ki, səsim sinəm tutuldu. O mən olmasam yanında özü heç yerə gedəməz. Bu səfər nə olubdur, mən siz ödək qoyub gedibdir. Hamıdan acıq edərkən hamıya acıqlı baxdım. Sonra başladım ki, mən də gedirəm onun dalınca. Dedilər səninki tezdir. İmamın məzarı üstə uşağı aparmaq olmaz. Sən oxu Quranı tez çıx. Sən onu çıxınca bəlkə gələ xannənə səfərdə. Tələsik ravanlamaqda oxuyub Quranı çıxdım ki, yazam sənə gəl indi, daha çıxmışam Quran. Mənə sovqat al gələndə. Amma hər kağız yazanda ağamın gözü dolardı. Sən də ki gəlib çıxmadın. Neçə il bu intizarla günü, həftəni sanardım. Ta yavaş-yavaş göz açdım, anladım ki sən ölübsən. Bilə-bilməyə hənuz da ürəyimdə bir itik var. Gözüm axtarar həmişə. Nə yamandır bu itiklər. Xannənə canım, nə olaydım, səni bir də mən tapaydım. O ayaqlar üstə bir də döşənib bir ağlayaydım. Qoli həlqə salmış iptək o ayağı bağlayaydım ki, daha gedəmməyəydim. Gecələr yatanda sən də məni qoynuma alardın. Necə bağrıva basardın, qolun üstə gah salardın. Acı dünyanı atarkən ikimiz şirin yatardıq. Yuxuda lüli atarkən səni mən tələşdirərdim. Gecəli su qızdırardın, özünü təmizləyərdin. Yenə də məni öpərdin. Heç mənə acıqlamazdın.
Savaşan mənə kim olsun, sən mənə havardırardın. Məni sən anam döyəndə qapıb aradan çıxardın. Elə istilik, o istək daha kimsədə olurmu? Ürəyim deyər ki, yox, yox. O dərin səfalı istək, mənim ol əzizliyim tək, sən ilə gedib tükəndi. Xan nənə, özün deyərdin ki, sənə behişdə Allah verəcək nə istəyirsən. Bu sözün yadında qalsın. Mənə qolunu veribsən. Elə bir günüm olursa, bilirsən nə istərəm mən? Sözümə dürüst qulaq ver. Sən ilə uşaqlıq etdin. Sən ilə uşaqlıq etdin. Xan nənə, aman nə olaydın, bir uşaqlığı tapaydım. Bir də mən sənə çataydım. Sən ilə qucaqlaşaydım, sən ilə bir ağlaşaydım. Yenidən uşaq olurkən qucağımda bir yataydım. Elə bir behişt olursa, daha mən öz Allahımdan başqa bir şey istəməzdim. Daha mən öz Allahımdan başqa bir şey istəməzdim.